uşaqlar vloguma xoş gəlmisiniz. Bugünkü vlogda gəzməklərdən ibarətdir və bugün biz sirka gedəcəyik. Sirkə biz Gəncədəki dostlarımızla Banu və Nilayla getdik. Mən birinci dəfə idim sirkdə, ona görə mənə çox maraqlı gəldi sirk. Burada fərqli çıxışlar oldu. Klon var idi. Bir də gimnastlar, akrobatlar, gimnastlar var idi. İtlər, heyvanlar və fərqli oyunlar keçirildi. Bura çox gözəl idi. Akrobatlar təhlükəli hərəkətlər göstərirdi. Biz də çox həyəcanlı idik. Heyvanlar da adamın nə dediyini başa düşərkən həmin o hərəkəti edirdilər. İtlər çox şirin idilər və çox gülməli hərəkətlər edirdilər. Heyvanlar hətta maşın sürdülər. Həm də gimnastlar və akrobatlar göydə uçurdular. İlanı görüb elə bildim oyuncaqda, amma doğurçuydu. Uşaq seçdi və mini orkestr elədi. Orkestr çox gülməli və maraqlı keçdi. Burada isə ən qorxulu yeri başladı. Mənim ən çox bu çıxış xoşuma gəldi. Budur, bitdi. Xoşumuza gəldi və biz artıq evə qayıdırıq. Və günümüz bitir, ancaq videomuz bitmir. Siz isə axıra qədər izləyin. Abunə olmağı, bir like atmağı unutmayın. Salam uşaqlar, vloguma xoş gəlmisiniz. Növbəti günümdə hər birinizi salamlayıram. Bu arada dişlərimi də düzəltdirib knopka qoydurdum ki, dişlərim biraz düzəlsin. Burası çox gözəldir. Gəncədə yerləşir. Bəli, gəlsəz mütləq bura gəlin. Burası çox gözəldir çünki. Bura meşəyə oxşuyur. Bizim də çox xoşumuza gəlir ki, bura meşəyə oxşuyur. Bacımla gəzirik və quşlara baxırıq. Və körpünün üstündə şəkil çəkdirib getdik Şəmkirə. Şəmkirə gəlib çatdıq və girişdə belə bir mini zoopark tapdıq. Burada quşların fərqli vidləri var. Restoran çox maraqlı idi, qəşəng gəzilməli yerləri var idi. Biz heç darıxmadıq, bacım ilə çoxlu gəzdik və bura super idi. Buranı bəyəndik. Sonra isə zooparkdan çıxıb getdik özümüzə yer tapmağa. Hər yer doluydu, biz oturmağa yer tapa bilmirdik. Daha sonra amma çox maraqlı bir yer boşaldı və mən hər şey sizə indi göstərəcəm. Görün burada nə görmüşəm, tovuz quşu. Görün necə hündürlükdə dayanır. Bu doğurçu tovuz quşu idi.
Və ikinci tovuz quşunu da tapdıq. Restoran çox məzəli idi. Burada göl, ördəklər, hətta flamingolar var idi. Sonra belə bir mağara tapıb onun içinə girdik. Biraz qorxurdum, amma mənə çox maraqlı gəldi deyə fikirləşdim ki, gedim axıra qədər. Bura deyəsən əvvəllər ev olub. Çünki burada 2 dənə otaq var. O birisinə qorxdum, ona görə də girmədim. Amma sizə hər şey çalışdım, çəkim. Qaçın buradan. İndi isə gedək biz oturacağımız yeri sizə göstərdim. Bu bir fayton idi, kabinet fayton. Birinci dəfə idi ki, belə kabinetdə otururdum, çox xoşuma gəldi. Çox acmışdıq, yeməklərimizi sifariş edib bu gözəl mənzərəyə baxırdıq. Və növbəti tovuz quşu tapdıq. Və uşaqlar, gəlin sizə bu faytonun qırıqlarını göstərim. Getdik. Bu fayton əsl faytona oxşayır. Burada bir balaca şəlalə axır. Belə ikinci tərəfində isə belə bir qız qalasıdır. Bu qız qalasıdır. Animatorlar keçdi. Un Pierre, un Paul, un Jacques, autant. Və burada fərqli qalalar var. Bura çox gözəldir. Siz bura gəlsəz, mütləq bura gəlin. Burada fərqli qalalar var, hamısında otura bilər. Və videomun axırıdır. Sağ olun dostlar, görüşərik.